Sabirabad polisi keçirmiş olduğu əməliyyat tədbirləri nəticəsində rayonun Moranlı kəndi ərazisində qarpız yemiş adı altında narkotik tərkibli çətənə bitkisi əkib becərən Saatılı rayon sakinlərini yaxalayıb. Daxili İşlər Nazirliyinin Xaçxaç 2014 kompleks tədbirlər planının icrası ilə bağlı Sabirabad rayon polis şöbəsinin və Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş birgə tədbirlər nəticəsində Saatılı rayon sakinləri, rayonun Qaranurlu kənd sakini, əvvəllər də məhkumluq həyatı yaşamış 51 yaşlı Tapdıq Süleymanov və onun həmkəndlisi 49 yaşlı Eldar Əlməmmədovla birgə əlbir olaraq Sabirabad rayonunun Moranlı kəndi ərazisində 3 hektar sahədə narkotik tərkibli çətənə bitkisi əkiblər. Polis keçirmiş olduğu əməliyyat axtarış tədbirləri nəticəsində həmin ərazidə əkilmiş, ümumi çəkisi 493 kiloqram olan 261 ədəd çətənək olub, bundan əlavə olaraq 575 qram qurudulmuş marixuana aşkarlayaraq götürüb. Saxlanılan şəxslər həmin narkotik vasitələrin onlara aid olmadığını bildirsələr də, sonradan həmin narkotik vasitələrinin onlara aid olduğunu etiraf ediblər. Məlumat üçün bildirək ki, narkotik bitiklərinin əkildiyi ərazidə narkotikçi bağbanlar özləri üçün yulğun ağacları arasında sığınacaq düzəltmiş və özlərinə məxsus ərazini qorumaq üçün bir neçə çoban iti də saxlayırmış. Polisin ora gəldiyini xəbər tutan narkotikçilər həmin əraziyə su buraxaraq izlərini itirməyə çalışsalar da buna nail ola bilməyiblər. Kimli olur? Vallahi bilmirəm Allah. Mən orada qarpızım var orada, şom olmur. Orada narkotikin yoxdur. Var orada. Sen orada yaşayırsın? Varım da orada. Sellar. 4 tane. Varım da orada. 4 tane, 8 tane. İtlər kimin idi buradakı itlər? Vallahi onu da bilmirəm. Bilmədim, mənim itlərim də burada. Çıkılı itdi, balaca itlərdi burada. 3 tane it. Sənin deyil o? Yox, onlar mənim için qapımdadır. Yox, burada sən Burada hə, yəni çörəkdə datmışam. saxlayırsan da burada nə var? Əlməmmədov İldar Həsənoğlu və onun kəsçi Süleymanov Sərraf Tapdıqoğlu aqrotexniki qaydada becərilmiş narkotik tərkibli çətənə kollarını becərmişlər. Keçirilmiş tədbirlər zamanı həmin 261 ədəd çətənə kolları təxminən çəkisi 500 kiloqrama yaxın tərəmizdən götürülərək Sabirabad rayon polis şöbəsinin istintaq bölməsinə təhvil verilmişdir. Hazırda rayon polis şöbəsinin istintaq bölməsində əməliyyat tədbirləri davam etdirilir.